Filmlərin birində maraqlı bir epizodu izlədim. Bu çox təhlükəli fikirdir. Amma təəssüflər olsun bu filmlərlə bu manipulyasiyalar gedir. Xanımla kişinin dialoqunda kişi deyir ki, mənim ilk gördüyüm iş öz azadlığımı əldə etməkdir. Kişi də filmdə şəxsiyyətsiz, hər şeyə əl ata biləcək öz ambisiyalarına görə bir prototipdir və bu deyir ki, mənim ilk gördüyüm iş öz azadlığımı əldə etmək oldu və azadlığı əldə edəndən sonra mən bu məqamlara çatdım. Bir mesaj. İkinci mesaj da bilirsiniz nədir? Qadın deyir ki, sən mənə azadlıqdan nə danışırsan? Mən azadlığı ilk dəfə 15 yaşında otel otağında qazanmışam. İndi baxın, azadlıq gör hansı səviyyəyə gəlib düşüb. Ümumiyyətlə azadlıq deyəndə bunlar mı nəzərdə tutulur? Və yaxud bu adamın o qədər ibtidai azadlıqları əlindən alıb ki, gəlib o otel otağında ondan azadlıqla amma azadlığı belə deyil, dadmayıb, sadəcə müəyyən qədər belə deyil, ibtidai azadlığını əldə edib. Bu təhlükəli fikirlərdir və bu kontekstdə azadlıq anlayışı formalaşır.